günləri sizlərlə bərabər qadağan olunmuş saytları ziyarət edəcəyik. Və siz bu saytları yalnız bu video çərçivəsində baxın. Bundan savayı girib bura baxmağı tövsiyə etmirəm. Keçək ilk saytımıza. İlk saytımız isə Date-dir. Yəni bu bizim ölüm tariximizi təyinləşdirəcək bir saytdır. İndi bura adımızı, doğum tariximizi məncə bilirsiniz, bilmirsinizsə də indi görəcəksiniz. Halbuki mən bunu gizlətmək istəyirəm. Zarafat edirəm, o qədər qoca deyiləm. Mən heç birini istifadə etmirəm. Mən 2060-cı ilin 9 martında sizdən ayrılacağam. 8 martdan sonra. Niyə? Məncə bu bir ipucudur. 8 mart günü mənə nə olacaq ki, mən ayın 9-u öləcəm? Hə? 2060. 60 yaş elə də pis deyil məncə. Amma mən biraz çox yaşamağı planlaşdırdım əslində. Yəni, mən demək olar ki, yolun yarısındayım. İkinci saytımızı qorxulu adlandırmaq olmaz. Amma maraqlıdır. Bizim o biri planetlərdə neçə yaşımız olardı. Mənə maraqlıdır. Deməli, Merkuridə mənim olacaqdı 102 yaşım. Opa. 1, 2, 2, 3, 4 igidin ömrüdür bu. Yer kürəsində olacaqdı 24,6. Bəli, mənim 24,6 yaşım var. 24 yarım. Marsda 13 yaşım olacaqdı. Elon Musk. Qurban olun, qardaşımsa, bir dənə yer eləyərsən də o bagaj yerində zadında. Get-gedə balacalaşır ki, mən nəyəm qəpiyzadan mən endirimdə olan elə bir marketdəki məhsulam. 0,29. 29! Zombo.com. Nəsə fırlanır. Zombo.com-a xoş gəlmisən. Xəllovun kanalına xoş gəlmisən və əgər hələ də abunə olmamısansa, bunu etməyin əsl vaxtı və zamanı elə indidir. Keç, abunə ol. Yaxşı, bu saytda nə bilərəm ki mən? Çox erotik danışır bu kişi. Nəysə, bu sayt maraqlı gəlmədi mənə. Keçirin növbət saytı. Bilirsiniz ki, bizim ölkədə qadağan olunub, amma Birləşmiş Ştatlarda, bəzi ştatlarda hələ də edam cəzası var. Və edam olunmamışdan qabaq məhbuslardan son yeməyinin nə olduğunu öyrənə bilərik. Bu nədir? Bıçağı niyə silməyiblər? Mən bunun haqqında video çəkmişdim əslində. Bilmirəm, baxmısınız ya yox. Sonra həmin şeydən deyir, mən onun bilə-bilə yedim tumu ilə. Qəbrimdən ağac çıxsın və həmin ağacdan mən yaşayacağam. Nəsə belə bir reinkarnasiya fason bir şey istəmişdi. Növbəti yeməyimiz, maşallah, bu nədir? Bu nanəli, şokoladlı dondurmadır. Yaxşı seçimdir. Amma qaşıq pastanı belə bil. Təmizlik. Bu nədir? Bu pizzanın üstündə elə bir şey, tarakanlar qoyulub. Nə mındar görsən? Növbətçisi ağzın damını yaxşı bilir. Burada diqqətimi çəkən Lord of Rings'dir. Bilməm, izləməmişsinizsə bu. Ted Bundy. Bundan öncəki videolarımın birində Ted Bundy'yə aid böyük buraxılış seçmişəm. Mütləq onu izləyin, əgər izləməmişsinizsə. Onun isə son yeməyi mənə maraqlıdır. Bunu mən videoda səsləndirməmişdim. Steak oxşuyur, yumurta, pendir, cem, bu şey şirəsidir, apelsin şirəsinə oxşuyur. Bir də süd. Magic Ball saytı. Bu şara sual veririk və o da bizə cavablar verir. Gələcəyimizlə bağlı, ümumiyyətcə hər şeylə bağlı. Nə ilə istəsən soruşub sənə cavab verəcək. YouTube channel in Azərbaycani. Hello, Azərbaycan yaxşı kanaldır. O, deyir bu dəqiqdir. 2 dənə maraqlandıracaq sual vardı, onlar da hələ də verdim. Bu gördüyünüz kişinin üzünü əminəm ki, bir çoxunuz yuxuda görmürsünüz. Və sayt da sırf bunun üçün yaradılıb, çünki sanki bu kişini hamı yuxusunda görüb. Mən rastlaşmışam belə bir insanla. Məncə mənim belə bir sinif yoldaşım da olub. Hə, Ağcabədli Elmin. Bilmirəm, görürsən bu videonu ya yox, amma sənə oxşuyur da, adamın üstü Allah var, ya incimə bu sözünüz. Bu sayt onun üçün yaradılıb ki, bütün dünyadan olan insanlar, hansılar ki bunun yuxusunda görüb, bu saytı ziyarət etsinlər və desinlər ki, hə, yəni mən də bunu görmüşəm. Yəni bir yerə toplanmaları üçündür. Bütün dünyadan 2006-cı ilin yanvarından bu insanı öz yuxusunda Los Angeles, Berlin, San Paulo, Tehran, yəni Pekin, Rim, Barcelona, Paris, Moskva, Bakı yoxdur burada, düzdür, amma EBO-da Moskva var, Moskva, Bakı. Məsləhət görməm bu sayta ümumiyyətcə baxmağı, çünki Rüyaya gedirik və siz bulvarda karusellərə minmək istəyəcəksiniz, amma bu saytdan sonra sizdə fobiya yaranacaq. Karusellərdə, atraksiyonlarda olan bədbəxt hadisələr haqqında yazılıb ki, hansında necə olub, neçə nəfər dünyasını dəyişib, bu necə baş verib və s. ilə axır. 2023-cü ildə olub özdə, 25 iyun təzəlliyici olub.
Jetline reyslərdən çıxıb 14 nəfər var idi orada. Hamısını vaqondan atıblar və bunu görən şahidlər deyirlər ki, bir insan periladan, dəmirdən tutmağa məcbur qalmışdı və ona görə sağ qaldı. Onu xilas edicilər sonra xilas etdi. Cəmi bir insan öldü, digərləri isə xəsarət alıb xəstəxanaya yerləşdirilib. Bu qorxulu bir şeydir əslində. Əgər siz istəsəniz, sayta keçid alıb özünüz oxuya bilərsiniz, amma tövsiyə etmirəm. Yəni, mən danışdım, siz qulaq asdınız, bəsdir. Çünki qorxacaqsınız. Növbəti sayta keçid alırıq və məsləhət görürəm ki, əgər sizdə epilepsiya xəstəliyi varsa, bu saytdan çıxın. Çünki bu sayta bir dəfə girib baxmışam. Birinci baxırsan ki, şübhəli heç nə yoxdur. Yəni, sadəcə qara səsiskadır. Sağa eləyirsən, sola eləyirsən, sola eləyirsən, sağa eləyirsən. Zaman elə biləcək sağına solumu tanımdım. Sol, sağ, sol, sağ, fırlat. Daha tez fırlat. Sol, sağ, sol, sağ, sol, sağ, sol, sağ. Aha. Köhnə remontsuz ev. Şuna baxırıq. İşi gücü yoxdur, get nərvə saytlara bax, sən lazımdır. Bura girək. Pilləkan, kimsə düşür. Yaş, bu qapıya gedək. Çatdı. Get, harası get. Aha. Açıq qapılar. Səs gəlir. Burada nəyə basmaq? Bağışlayın, mən deyildim. Sənət tapdıq bir dənə. Yaxşı. Biraz sakit. Mən qalsam bu saytda çox qalacam, yəni oyunu konkret keçməyə çalışacağam. Ona görə gəlin keçək növbəti sayta, mən hələ burada ilişib qalmamış. Mən bu lənətə gəlmiş sayta artıq daxil olmuşam. Artıq bu saytda qurtdalanmışam illər öncə. Hətta buna aid videoda çəkmək istəyirdim, amma çəkmədim. Yaxşı ki, çəkməmişdim, amma indi qismət oldu, indi çəkirəm. Əminəm ki, siz də bu saytı bilirsiniz. Labirint. Labirint keçəcək. Sadəcə labirint keçəcək, narahat olmayın. Birinci mərhələ. Gəldi, ehtiyatla qıraqlara dəyməməliyik. Birincini keçdik, qəşəng. İndi ikincini keçirik. Aha. Məncə qıraqlara dəymək olar. Yox, olmaz. Təzdən, yaxşı. Qıraqlara dəymək olmaz, bunu dəqiqləşdirdik. İnanmıram. Ayda! Yaxşı, bəsdir. Diqqətli. Vinimatilini oynamaq lazımdır. Tələsmə, tələsmə Murad. Tələsmə yaxşı olacaq. İraq, mən bu sayta əgər bilməsəydim burada nə olacaq, elə girib baxsaydım, infarkt olardım bəlkə də. Aha, burada maksimum diqqətli olmaq lazımdır ki, dəyməsin. Billah. Mən elə bilirdim bu... Mən elə bilirdim için çubuğu keçəcəm, oradan gələcək. Qorxdum ala. Sən öl. Bilmirəm, indi videoda necə görsəndi, rəngim onu ağardı yala. Bilirdim. Prosto elə bildim ki, o çubuqlar var, nazik olan yer. Orada maksimum diqqətli cəmləşdirməlisən axı. Elə bildim, bunu da keçəcəm, o birisi çatanda olacaq. Özümə onu hazırlamışdım. Burada elə ki, diqqətim buradaydı. O da belə oldu. Ümidvaram ki, videonu bəyəndiniz. Qorxdum, dilim topuq vurub indi, danışa bilmirəm. Əgər bu belədirsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Növbəti videolarda görüşənədək videoları bəyənin və baxın. Alın söndə, bu nə də?
Hələlik.